Peter Səfəvi sarayına elçi göndərmişdi Bolonskini. Hansı məqsədlərlə göndərmiş? Kimin yadında qalıbdı? Kimin yadında qalıb? Oradakı elə ki, Xəzər yan sahillərdəki coğrafi mövqeyi öyrənmək. Topoqrafik xəritə hazırlanmışdı. Sonra nə arması? Qalınları müşahidə eləmək. Xristian əhali ilə əlaqə yaratmışdımı? Yəni bir sözlə gedişatı, vəziyyəti, hər şey öyrənib məlumat, kəşfiyyat məlumatı ötürmək. Bax, eyni formada 17-ci ildə, 1817-ci ildə Aleksandr Yermolovu göndərir Qacar sarayına. Onlara icazə verir ki, Gülüstan müqaviləsinin şərtinə yenidən baxsın. Cənubi Qafqazın və Azərbaycan ərazisinin bir hissəsini də qaytara bilərdilər. O şərtlə ki, nə olmasın? Müharibə olmasın. Çünki Rusiya qazandığı gücü itirməkdən də çəkinirdi. Bayaq dediyimiz güc məsələsi. Oldu mu? Və nümayəndə heyəti Rusiya Qacar arasında möhkəm dostluq, tərəfdaşlıq haqqında müqavilə bağlamaq səlahiyyəti vermişdi. Yəni ki, müəyyən güzəştlərə getməyə də razı idi. 19-cu əsr 20-ci illərində Qacar dövləti Rusiyaya qarşı müharibəyə sövq etmək məqsədi ingilislər yenə də bir sıra işlər gördülər. Pul, hərbi yardımı daha da artırırlar Qacarlara verilən, sərhəd qalalarını möhkəmləndirirlər, Tehranda və Təbrizdə metal tökmə zavodları inşa edirlər. Bunları kim elədi? Hansı hökumət? İngilislər. Kim üçün elədi? Çünki kimin möhkəmləməyinə mane olmaq istəyir? Ruslara. Və sizcə Qacarların möhkəmləməsinə niyə mane olmaq istəmir? Qacarlardan niyə çəkinmir İngiltərə? Çünki mən onlardan birləşmişdim. Onların müstəmləkəsi idimi? Yarım müstəmləkəsi. Neçəncidə yarım müstəmləkə olmuşdu? 1801-də. Öz yarım müstəmləkəsi idi. Güclənməsi bir şey qorxub vəd eləmirdi. 1823-cü ildə Qacar dövlətinin Osmanlı ilə əməkdaşlıq haqqında müqaviləsi var. Bu müqaviləyə görə müharibə olarsa, Osmanlı da müəyyən qədər nə göstərəcəkdir? Qacarlara yardım etməli idi. Bəli. Və Qacarların Cənubi Qafqazda kəşfiyyat işləri aparmasına da köməklik göstərdi. Müharibənin başlanması ilə yerlərdə öz tərəfdarlarını gücləndirmək, əhalini Rusiyaya qarşı üsyana qaldırmaq da əsas məqsəd oldu. Abbas Mirzə yadınızdadır uşaqlar birinci müharibədə cihad elan eləmişdilər və əhalini üsyana qalxmağa çağırmışlar. Hansı əraziyə daxil olub çağırmışdı onları? Qazaxda çağırmışdı. İndi eyni ilə həmən formada əhali üsyana qalxsın. Çünki belə olanda Rus ordusu iki tərəfli müharibədə mütləq şəkildə məğlub ola bilərdi. 1826-cı ildə Ruslar təzədən Qacar sarayına nümayəndə heyəti göndərdilər. Rusiyanın yenidən bu cəhdi uğursuz oldu və dedi ki, Ruslar, Qarabağın Lənkəran xanlığının bir hissəsini Qacarlara güzəştə gedərik, bu separat akt bitsin, yəni nə baş versin? Tam şəkildə sülh tamamlansın.